Bugün oğlumun anım günüdür. 5-ci il dönümüdür. Şamil musiqini də çox sevirdi. 1996-cı il mart ayının 20-si anadan olub. Çox ağıllı, kamallı, musiqiyə də çox həvəsi vardı. O 5 il qarmon məktəbini qurtardı. Onun çox sevdiyi bir həyat rəqsi vardı. Həmişə məni də oynadardı. Biz ana-bala onunla oynayardıq. Mən indi istəyərdim ki, o həyati rəqsin Habil qardaşım ifa etsin. Onun da ruhu şad olsun. Ana, mən də sizin xahişinizi, təklifinizi qəbul edirəm. Qarşınızda baş əyirəm, əllərinizdən öpürəm. Allah sizə səbir versin. Bəli, siz şəhid anaları ancaq əmr eləyə bilərsiniz. Xahiş yox, əmr. Sizin hər bir əmrinizə biz baş üstə gedən, yəni qazilərdir, veteranlardır, yəni biz istəyən yoldaşlardır. Allah sizi var eləsin, Allah sizi can versin. Allah məkanların cənnət eləsin. Siz də belə qürurlu, mərd anaları mən həqiqətən də sevirəm. Sizin timsalınızda bütün analara tövsiyə eləmək istəyirəm ki, şəhidlər ölmür. Şəhidlər yalnız unudulanda ölürlər. Yəni, onlar hər zaman bizim ürəyimizdə nə qədər Azərbaycan var, nə qədər Azərbaycan xalqı var. Sizin kimi gözəl analar var, şəhid sevərlərimiz var, xalqımız var, hər zaman yaşayacaqlar. Allah sizə səbir versin, dözüm versin. Mən də sizin xahişinizi böyük məmnuniyyətlə yerinə yetirərəm. Allah Şamil balamızın məqamımızı eləsin. Şamil qardaşımızın timsalında bütün şəhidlərimizin məkanı, ruhu şad olsun. Böyük məmnuniyyətlə, ana.
Müzik